Hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Uşaq Kəlbəzəri Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı və ilin ən yaxşı jurnalist mükafatını almış şəxs bugündən Azərbaycanımızın çox gözəl kəndi olan Şəmkir rayonunun Dəllər-Cəyər kəndindəyəm. Dəllər-Cəyər kəndində bir çox müsahidə şagirdlər, tələbələr, müəllimlər haqqında çəkilişlər eləmişik və bugünkü gündə biz gəlmişik İlk Bağımızın adına qəzetimizin xüsusi buraxışından jurnalımıza verən müxtəlif mətbu orqanlarda işlandılar. İlk bağımız, adın soyadın nədir? Nihat Həsən. Böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? İnşallah, arzu edək gələcək ən yüksək bağla tibb universitetinə qəbul olasın, həkim olmaq olsun. Həkim olmaq arzusu səndə nə vaxtdan yarar? Nə vaxtdan həkim olmaq istəyirsən? 2-ci sinifimdə həkim. Ay maşallah. Qohumlarından, yaxınlarından həkim olan var mı, yoxsa uşaqlıq arzu var? Uşaqlıq arzu, çox gözəl. Məktəbdə ən çox sevdiyin müəllimlər hansılardır? Şəhərə müəllim, Fatma müəllim, O müəllimlərin hər bir özəlliğinə dəyərli təşəkkür edirik. Çağdaş Təhsil Komandası olaraq biz sizin kimi şagirdlərlə fəxr edirik. Amma mən sizə bizə söz verəcəm. Bax, bugün 2025-ci il 16 iyun tarixi. Bizə söz verirsən. Gələcəkdə bayrağımızı yüksəklərə qaldırmağa, vətənimizin bayrağını yüksəklərə qaldırmağa, anan atanın əziyyətini yerə vurmayacağına söz verirsən. Yəni, söz verirsənmi ki, inşallah həm kəndinizin, həm məktəbimizin, həm o cümlədən də yaxınların, əzizlərini başını uzaldacaqsın, inşallah yaxşı vətəndaş olacaqsın. Biz də sənə söz verdik ki, hər zaman sən uğur və nailiyyətlərini işlandıracaq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Bizim də arzumuz odur ki, bir jurnalist olaraq arzumuz odur ki, gələcəkdə hansı sənətin peşənin sahibi olmağına baxmayaraq, vətənimizin dəyərli vətəndaşı olasan. Gələcəkdə inşallah Azərbaycan bayrağını yüksəklərə qaldırırsan. Atanın adı nədir? Nizat bəy nə işlə məşğuldur? Sürücüdür. Gecə-gündüz əziyyət çəkir, yuxusuz qalır. Sizin yaxşı təhsil olmaq üçün əlindən gələni əsirgəmir. Ona görə Nizat bəyə də dərin təşəkkür edirəm. Ananın adı nədir? Elmirə xanım da sizin tərbiyənizlə məşğul olur. Ona da dərin təşəkkür edirəm. Neçə qardaş bacım var? Bir qardaşım. Qardaşın adı nədir? Kənan bəy. Çox gözəl. Orayı sən sinifdə oxuyur. Ay maşallah, o gün olsun ki, o hali məktəbə qəbul olsun, onunla bağlı gələk gözəl çəkiş edək. Səni təbrik edirik, uğurların bol olsun, nailiyyətlərin bol olsun, hər zaman bayrağımızı yüksəklərə qalmasın. Təşəkkür ederim, sağ olun.